Yazıdan belə bir baxış imtahan suallarına baxaq. 9 Mart 2026-cı il tarixində keçirilmiş, yəni bugün. Trigonometriya və loqaritma aid suallara baxaq. Bu trigonometriya aid sual çox rahatdır bu üstdəki. Yəni trigonometriya aid olan sualda yerinə qiymətlərini yazırıq. Sinüs 60 dərəcədə kök 3 bölü 2-ni alır, yazırıq yerinə. Çıxılsın. Kosinüs 30'un əvəzində kök 3 bölü 2 yazırıq. Çünki kosinüsdə 30 dərəcə kök 3 bölü 2'ni alır. Bunlar da çıxanda 0 edir. Cavab D variantıdır. Sonra loqaritma aid olan sualdır. Rahat sualdır. Loqaritm 81 3/4 kimi yazaq. 8'i də 2'nin kubu kimi yazaq. Yaza bilərik də. Sonra bölünsün. Loqaritm 9 əsasdan 9 3'ün kvadratı kimi 32 2 üstü 5 bərabərdir. Burada bildiyimiz kimi bu üsttəki qarşıya gələ bilər də. Qarşıya gəlib bunun loqaritmi. Bu isə 3 üstü 4 əsasın üstündəki isə tərsi kimi keçir qabağa. Yazaq. Bu bölmə işarəsi əvəzinə kəsr xətti çəkirəm. Kəsrini yazandan sonra 3 olduğu kimi gəlir qabağa. 4 tərsi 4'də 1 vurulsun. Loqaritm 3 əsasdan 2. Burada da eyni ilə 5 olduğu kimi gəldi qabağa. 3'ün üstündəki 2 aşağıda olduğuna görə, əsasın üstündə olduğuna görə tərs kimi keçir qabağa. Yerində qaldı loqaritm 3 əsas 2. Bərabərdir. Loqaritm 3 əsasdan 2, loqaritm 3 əsasdan 2 ixtisar 7. Yuxarıda qaldı 4'də 3. Aşağıda qaldı 2'də 5. Buradan da cevap 0,3 alınır.